Bismillahirrahmanirrahim. Değerli izleyiciler, Ərəfə günündəyik. Ərəfə, yəni tanımaq, dərk etmək, düşünmək günüdür. Allah Təbarək və Teala bu günləri insanları Ərəfə çölünə yığır ki, Rəblərini tanısınlar, ondan qeyrisinə qul olmasınlar, ondan qeyri onları kəməndə salıb özünə kölə eləyən bütün güclərə yox deyib, Allaha bəndəliklərini etiraf eləsinlər. İnsan həyatının, yaşayışının, zindegisinin əsas hədəfi onun bəndəligidir. Xalis bəndəliyi. Ərəfə çölündə istiğfar eləyən bəndələr, günahlarını etiraf eləyən bəndələr, tövbə eləyən bəndələr, bütün kəməndləri, bütün aslılıq kəndirlərini, bütün zillət kəndirlərini boyunlarından açıb atırlar. Yalnız Allah'ın bəndəsi olaraq azad bir insan kimi yaşamağa başlayırlar. Bugünün fəziləti budur. Və bundan önemli bir şey budur ki, bilin ki Allah Təbarəkə və Teala məxluq xəlq etdiyi şeylər arasından özünə xas məkanlar, xas zamanlar seçib. Məsələn, Kəbə elə bir məkanda ona Beytullah deyirlər. Allah özünün xüsusi diqqəti var o yerə. Ərəfə günü, Qədir gecəsi, xüsusi zamanlar da Allah təyin edib özü üçün onları. Və o məkanlardan biri də Ərəfə günündə təkid olunan İmam Hüseyin əleyhisselamın ziyarətidir. O məkanı Allah xas məkanlardan qərar verib ki, bəndələr orada Allahla əhdlərini təzələsinlər və tövbə eləsinlər. Ərəfə günü xas gündür ki, Allah təyin edib ki, bəndə həmən günü o sevimli Peyğəmbərinin evladı İmam Hüseyin əleyhisselamı ziyarət eləsin və Allah onun o ziyarətinə görə məqamını ucatsın, günahlarını əfv eləsin. Nədən İmam Hüseyin? Çünki İmam Hüseyini tanıyan hər bir kəs tövhid ideologiyasını dərk eləmiş bir şəxsdir. İmam Hüseyin əleyhisselamı tanıyıb ona doğru gedən hər bir şəxs Allah'ı tanıyıb ona doğru üst tutan bir şəxsdir. İmamsız Allah'ı tanımaq qeyri-mümkündür. Milyonlarla insan həcc ziyarətindədir. Onların çoxları imamət məktəbini dərk eləyə bilmir. Çoxları nübüvvətlə imamətin fərqini anlaya bilmir. Çoxları imamət deyəndə 12 imamı nəzərdə tutur. Nübüvvətin imamətini dərk eləyə bilmirlər. Çoxları imamət məktəbi daşıyıcıları olsa da vilayət anlayışları yanlışdır. Allah Təbarəkə və Teala İmam Hüseyin əleyhisselam qapısına doğru gedənləri ona görə bu qədər əzəmət verir ki, onlar həqiqi inancın nə olduğunu dərk eləyirlər. Tövhidin nə olduğunu, nübüvvətin nə olduğunu, vilayətin nə olduğunu, ədalətin nə olduğunu, qiyamətin mühəqqəq olduğunu dərk eləyirlər. İmamsız bunları dərk eləmək mümkün deyil. Məhz İmam Hüseyin əleyhisselamı dərk eləyən insanlar onun yolu ilə gedirlər ki, İmam İslamın, inancın, tövhid ideologiyasının, ədalətin, insaniyyətin, mərifətin, əxlaqın, ləyaqətin, şərafətin bərpası üçün Ərəfatdan Məkkəyə deyil, Kəbəyə doğru üst tutdu, Kərbəlaya doğru üst tutdu. Və o qiyamı eləyərək Ərəfəni yaşatdı, Kəbəni yaşatdı, inancı yaşatdı, imanı yaşatdı, tövhidi yaşatdı. Ona görə Allah İmam Hüseyin əleyhisselamı Ərəfə günündə ziyarət eləyənlərə bu qədər əzəmət verir. İmam-ı Sadiq əleyhisselam buyurur ki, hər kəs Ərəfə günü İmam Hüseyin əleyhisselamı ziyarət eləyə, ona 1000 həccin savabı yazılar. Hansı ki o həcci İmam-ı Zamanın rikabında yerinə yetirmiş olsun. 1000 ümrənin savabın yazar. Hansı ki Peyğəmbərlə birlikdə ümrə etmiş kimidir. Allah Təbarəkə və Teala İmam Hüseyin əleyhisselamın dəfn olunduğu o qübbənin altında 2 rəkat namaz qılan insanların günahlarını bağışlayar. Onları yeni doğulmuş insan kimi eləyər.
Bunların mahiyyəti, bunların fəlsəfəsi bundan ibarətdir ki, Ərəfə günündə İmam Hüseyn əleyhisselamı ziyarət eləyənlər imamı tanıyarlar, imamı dərk eləyərlər, imamın ixlasını öyrənərlər və imam kimi olmağa çalışarlar. Allah onlara bu məqamı nəsib eləyər. Vəssalamu aleykum və rəhmətullah.